Salam aleyküm əziz qardaşlar. Salam aleyküm hörmətli bizim kanalımızı izləyən qardaş bacılar. Allah heç kəsə göstərməsin. Bizim şəhərimizin bir anamız bir çətin duruma düşür. Övladları rəhmətə gedib, Allah qənqərə rəhmət eləsin. Amin. Sağ olsun, müraciət elədik bizim vətənsevərlər cəmiyyəti və vətənsevərlər olmayan Novosibirskdən Mətləb qardaşımıza çox sağ ol deyirəm. Adı çəkilmək istəməyən mənim iş yoldaşım var, ona da təşəkkür edirəm. İndi düzdür, bizim cəmiyyətin üzvü var Asiman. O da dedi ki, yəni o Rusiyadır, Moskvadadır. Dedi ki, bəs indi o uşaqların bəziləri var demişəm, dedilər ayın axırında yenə də köməklik olacaqdır. İndi hələ ki imkanımız çatan onu deyərək anlayaq. Bu da 300 manatdır. Sağ olun, ama Allah canınıza sağlık versin. İndi yenə də kömək eləyənlər eləyəndə yenə də Allah uşaqların alsın sizə bəsdir. Amin. Amin. Valla indi əlimizdən gələn idi. Onların nə bilim sizə bəsdir. Azdan çox nə gücün satırsa indi götürür Allah nətədir xeyir deyə. Yenə də indi iş olunduqca mən sənə Qızım buydu. Allah utandığına görə özünü çəkmirəm. Ona görə arxadan çəkirəm. Ehtiyac da yox. Mən Saqqalımı zirətin düşdü. Deyirəm ki, Ədalət qardaş, yəni demirəm, heç kəsin ürəyini, amma qoy mənim ürəyim saçsosu görsünlər ki, pul çatdı yiyəsinə. Yenə də indi olar, kimin yenə də kim baxırsa bura, kimin yenə kömək eləmə imkanı Köməyinizdə varsa, dursun, Allah yenə də adınıza çatdın. Kim kömək eləyib, Allah min bir əvəzini versin. yenə də kim kömək eləsə eləsin, anamızdır. Allah heç darda qoymasın. Amin, amin. Oldu qədər, sağ ol qardaşım.